Görün təzə qanunu çıxardanda nəyə fikirləşməyiblər? Gömrük bəyannaməsi olmadığına görə dövlət qeydiyyat nişanı ala bilmirlər. Yeni qaydalara əsasən mopedlərin də qeydiyyat nişanı olmalıdır. Amma moped sürücülərinin bir çoxunun lazımi sənədləri yoxdur. Deməli, yeni qanuna əsasən deyilir ki, sənədi olmayan nəqliyyat vasitəsi sənədləşdiriləcək. Yəni, indiyənə qədər mənim bir skuterim var idi. 5 il öncə almışdım və bunun da sənədi yox idi. Yəni, ehtiyac yox idi buna. Bu stol kimi, bu mikrofon kimi bunun sənədi də yox idi. Mən bunu almışam, indi bunu sənədləşdirməliyəm. Qanun deyir ki, sənədi olmayan nəqliyyat vasitəsi sənəd olmalıdır. Okey, gedirsən polisə, polis deyir mənə sənəd ver. Başa düşmədim. Yəni, sənədim var idisə niyə bu qanun mənə uyğun olmalıdır ki? Mənim sənədim var. Yox, əgər sənədim yoxdursa, bu sənədi sən verməlisən də. Yəni, müvafiq qurum verməlidir də. Düz deyil yoxsa? İkinci bir məsələ bunun absurdluğudur. Nədir məsələ? Məsəl üçün, deyir ki, bəs bu velosipedə də verilə bilər. Əgər velosipedin hər hansı bir, məsələn, orada yazıb asmalı mühərriki və s. olsa, bəs yaxşı, bu velosipedi nə tər bir sənədləşdirəcəyik? Axı bunun nə vini var, nə bir şey var. Yaxşı, o cəhənnəmi bundan nömrəni harasından quracağıq biz? Bunun velosipedin harasından vursan bu nömrə əziləcək. Bu səfər deyəcəklər ki, nömrəni əzmirsən, bilə. Dostlar, qanunu yazanda onun icraatını da eləmək lazımdır. Məsəl üçün, əgər sənədi olmayan bir nəqliyyat vasitəsi sənəd veriləcəksə, onun verilmə strukturu da bilinməlidir, onun verilmə prinsipi də bilinməlidir. Polis deyir ki, sənəd gətir, sənəd verim. Sənəd yoxdur. Bunu müvafiq qurumlara yazmışam, amma heç biri cavab verməyib. Bu videonu çəkməyimə səbəb odur ki, bəlkə kimsə buna görə bir əl atar. Yəni, qanun gözəl şeydir. Qanunun icrası da vacibdir. Bir şey ki, icra edilə bilmirsə, o qanun onda qanun deyil.